Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. Cavabdehin növbəti buraxılışı ilə qarşınızdayıq. Bugün isə bizim qonağımız Qida Təhlükəsizliyi Agentliyinin sədri cənab Xoşqar Təhməslidir. Bu gün isə mənimlə birlikdə sualları həmkarım Trend Beynəlxalq İnformasiya Agentliyindən Fəridə Məmmədova olacaq. Cənab sədr, təşəkkür edirik ki, bizə vaxt ayırdınız, bizi Mən qəbul təşəkkür edirəm. elədiniz. Cənab sədr, istəyirəm suallarımıza başlayaq. İlk öncə, Aktanın fəaliyyəti dövründə qida təhlükəsizliyi sahəsində hansı əsas nəticələr əldə olunub? Bizə belə bir fürsəti yaratdığınız üçün mən sizə minnətdarlığımı bildirmək istəyirəm və biz də çalışacağıq ki, öz növbəmizdə həm Aktanın fəaliyyət dövründə olan həyata keçirdikləri işlərin hamısının hesabatını verməklə yanaşı, eyni zamanda bildiyiniz kimi qida məhsulları insan həyatında ən vacib amillərdən biri olduğu üçün ictimaiyyət üçün də maraqlı olan bütün suallara ətraflı cavab verə bilək. İlk öncə nəzərinizə çatdırmaq istəyirəm ki, qida təhlükəsizliyi özündə əsas 3 istiqaməti birləşdirir. Bunlardan birincisi və ən vacib məqamı təbii ki, insan sağlamlığıdır. İkinci əsas məqamlardan biri qida təhlükəsizliyinin tətbiq olunması nəticəsində ərzaq təhlükəsizliyinin təmin olunmasıdır və üçüncü ən vacib istiqamət isə qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin elə səviyyəyə çıxardılmasıdır ki, həmin məhsulların ixrac potensialı yüksək olsun. Bununla əlaqədar qida təhlükəsizliyi sahəsində 2019 və 2025-ci illəri əhatə edən dövlət proqramı qəbul olunub və həmin dövlət proqramı özündə 12 prioritet istiqamətdə 72 tədbir əhatə etmişdir və Qida Təhlükəsizliyi Agentliyi də həmin tədbirlərdən 93%-dən çoxunun icrasına nail olubdur. Bunlar əsasən qanunvericilik sahəsində tədbirlərin həyata keçirilməsidir. Xüsusilə mən qeyd eləmək istəyirəm ki, qida təhlükəsizliyi haqqında qanunun qəbul olunması məsələsidir. Qida təhlükəsizliyi haqqında qanunun özəlliyi ondan ibarətdir ki, bu qanun yalnız insanların istehlak elədiyi qidanın deyil, eyni zamanda yem təhlükəsizliyini də özündə ehtiva eləyir ki, bu da bilavasitə həm də heyvanların, balıqların və quşluq təsərrüfatlarında yetişdirilən quşların sağlamlığının da təmin olunmasını gətirib çıxardır ki, bu da vahid sağlamlıq konseptinin bir hissəsi olaraq sonuçta insan sağlamlığına öz təsirini göstərir. Eyni zamanda bu fəaliyyət dövrü ərzində əsasən beynəlxalq standartlara uyğun olan qeydiyyat, təsdiq və sertifikatlaşma məsələsi qüvvəyə minibdir. Xüsusilə mən qeyd eləmək istəyirəm ki, 2019-cu ilə nisbətən 2025-ci ildə qida zəhərlənmələrinin sayı 75% azalıb. Qida Təhlükəsizliyi Agentliyinin nəzdində bildiyiniz kimi Qida Təhlükəsizliyi İnstitutu da fəaliyyət göstərir. Həmin institutun fəaliyyəti qida məhsullarının ixal, ixrac zamanı ekspertizaların həyata keçirilməsindən ibarətdir. Eyni zamanda Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 17 laboratoriya təşkil edilib. Əlavə olaraq 8-i səyyari laboratoriyalardır və laboratoriyalardan 3-ü beynəlxalq akkreditasiyalardan keçib. Bu dövr ərzində 12 milyona qədər qida nümunəsinin ekspertizaya cəlb olunub və əsas sevindirici fakt ondan ibarətdir ki, 2018-ci ilə nisbətən artıq 2025-ci ildə qeyri-kafi nəticələrin faizi kifayət qədər enib, aşkarlanan nəticələr 0,8% təşkil edir. Əlavə olaraq bitki sağlamlığı və heyvan sağlamlığı istiqamətində də mühüm addımlar atılıb. Belə ki, xüsusilə mən qeyd eləmək istəyirəm ki, Azərbaycan Respublikasının bir sıra xüsusi təhlükəli heyvan xəstəliklərindən azad ölkə statusunu əldə etməkdir. Bu, xüsusilə qeyd eləmək istəyirəm ki, quş qripindən azad ölkə statusunu və xırdabuynuzlu heyvanların taunundan azad ölkə statusunu
Azərbaycan Respublikası bu dövrdə əldə eləyib və bir sıra heyvan xəstəlikləri üzrə də azad statusu qoruyub saxlaya bilib. Burada mən bir haşiyə çıxmaq istəyirəm ki, heyvan xəstəlikləri ilə əlaqədar statusların əldə edilməsi ixrac potensialında özünü göstərir. Belə ki, bizim quş qripindən azad ölkə statusu əldə etməyimiz artıq dünyanın 8 ölkəlisinə quşçuluq məhsullarının ixracına səbəb olubdur ki, bunlar da Amerika Birləşmiş Ştatları, Rusiya, Körfəz ölkələri və bildiyiniz kimi bu yaxın dövrdə də Çin Xalq Respublikasına quşçuluq məhsullarının ixracı ilə əlaqədar razılaşmalar əldə olunub. Ötən dövrün ərzində xüsusilə qeyd eləmək istəyirəm ki, bitki sağlamlığı sahəsində mühüm addımlar atılıbdır ki, bu da bir sıra bitki xəstəliklərinin ekspertizasının həyata keçirilməsi, yeni növ bakteriya və virusların aşkarlanması istiqamətində əsaslı işlər görülübdür ki, bu da Azərbaycanın bitkiçilik məhsullarının dünyanın bir sıra ölkələrinə ixracını təmin eləyib və təsadüfi deyildir ki, 2025-ci ildə artıq Azərbaycan 1 milyon tona yaxın bitkiçilik məhsulunu dünyanın 70-dən yuxarı ölkəsinə ixracına nail olunubdur ki, buradan da təqribən 845 min tondan yuxarısı əsasən meyvə-tərəvəz məhsullarıdır. Qarşıdakı 5 ildə qida təhlükəsizliyi sahəsində hədəflər nələrdir və dövlət proqramının icrası adi vətəndaşların həyatına sizcə necə təsir eləyəcək? Nəzərinizə çatdırmaq istəyirəm ki, növbəti dövrü əhatə eləyən 2026-cı il və 2032-ci illər dövrü əhatə edəcək dövlət proqramı da işlənib hazırlanıb. Əgər mənə sorsaz ki, yəni hal-hazırda qida təhlükəsizliyi sahəsində birinci atılmalı olan addım nədən ibarətdir? Mən deyərdim ki, bu heyvanların identifikasiyası məsələsinin həyata keçirilməsidir. Bizim fəaliyyətimiz dövründə artıq 1 milyon ədəd heyvanın identifikasiyasını həyata keçirdib qeydiyyatını aparmışıq. İndi isə dövlət başçısının müvafiq sərəncamına əsasən artıq 2027-2030-cu illər ərzində iri buynuzlu və xırda buynuzlu heyvanların identifikasiyası həyata keçiriləcəkdir. Dövlət hesabına aparılacaq bu tədbir və bu da bizə imkan verəcəkdir ki, biz həm iri buynuzlu və həm də xırda buynuzlu heyvanların və onların emal məhsullarının izlənməsini həyata keçirdək. Çünki heyvan sağlamlığı olmadan qida təhlükəsizliyini təmin etmək mümkün deyil və identifikasiya olmadan isə heyvan sağlamlığını təmin etmək mümkün deyil. Nə verəcək bizə həmən identifikasiyanın həyata keçirilməsi? İdentifikasiya bizə həm ithal olunmuş heyvanların, həm də Azərbaycanda doğulan heyvanların ilk günündən etibarən onların keçirdiyi xəstəliklər, qəbul elədikləri baytarlıq preparatları, vaksinasiyalar və ölüm səbəbləri. Yəni, onlar təbii kəsmə mi gedib və yaxud hansı bir xəstəlik nəticəsində mi tələf olub? Bunlar hamısı identifikasiya sistemində öz əksini tapacaq və eyni ilə biz həmin məhsulların izlənməsini həyata keçirdə biləcəyik. Belə ki, bütün ticarət şəbəkələrində, ictimai yaşam müəssisələrində çıxarılacaq ətlərin izlənməsi həyata keçiriləcək və istehsal müəssisələrində emal olunan bütün qida məhsullarının, dolayısıyla ət məhsullarının da hamısının demək izlənməsi mümkün olacaq. Bu da həm keyfiyyətsiz və təhlükəli ət məhsullarının dövrüyə girməyinin qarşısını alacaq. Eyni zamanda bu bizə imkan verəcəkdir ki, biz önümüzdəki dövlət proqramında nəzərdə tutduğumuz işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında nəzərdə tutulan xəstəlikdən azad zonaları yarada bilər. Qiymətlənməyə görə 3-cü səviyyədə yer alırıq. Bu da bizə imkan verir ki, biz xəstəlikdən azad zonaların yaradılmasına başlayaq. İdentifikasiya bitdikdən sonra isə biz həmin zonalardan dünyanın istənilən ölkəsinə ət və ət məhsullarının ixracının həyata keçirməsinə nail ola biləcək. Dövlət proqramı ilə önümüzdə gələn məsələlərlə
ən vacib məqamlardan biri də bildiyiniz kimi biz keçən fəaliyyət dövründə Qırmızı Körpü qida təhlükəsizliyi məntəqəsini artıq təhvil vermişik və bu məntəqə fəaliyyət göstərir və ötən dövrün ərzində həmin məntəqədən 250 mindən yuxarı xırda və iri buynuzlu heyvanların idxal zamanı dövlət nəzarəti həyata keçirilib. Yerində həmin heyvanlardan müvafiq qan nümunələri götürülüb və onlardan 200-dən yuxarı iri və xırda buynuzlu heyvanlarda müxtəlif təhlükəli xəstəliklər aşkarlandığı üçün ixracatçı ölkələrə geri qaytarılıb. İndi də eyni qida təhlükəsizliyinin nəzarət məntəqələri Ağbənddə yaradılması planlaşdırılır. Bu dövlət proqramında öz əksini tapıb. Bu bizə imkan verəcəkdir ki, həm qida məhsullarının tranzitinin, həm də idxal-ixrac prosedurlarının həyata keçirilməsi zamanı müvafiq beynəlxalq standartlara əməl eləyə bilək və bu da Azərbaycanın həm qida məhsullarının tranzitində, həm də həmin məhsulların ixracında daha da geniş imkanların əldə olunmasına səbəb olacaq. Heyvanların erkən kəsiminin qarşısının alınması heyvandarlığa necə təsir eləyə bilər və bununla bağlı gələcəkdə hər hansı bir inzibati cərimələr nəzərdə tutulurmu? Təşəkkür edirəm. Bu çox vacib məsələdir və biz hesab eləyirik ki, ən aktual məsələlərdən biridir. Belə ki, heyvanların ümumiyyətlə erkən kəsimi həyata keçirilməməlidir. Bu, həm mən bir mütəxəssis kimi də bildirirəm ki, həmin məhsulların, heyvanların bəlli yaş dövrünə qədər kəsilməsi bir qida məhsulu kimi ümumiyyətlə dəyərli qida məhsulu hesab edilmir. İdentifikasiya bitdikdən sonra biz həmin erkən kəsim məsələsini də gündəmə gətirməyi fikirləşirik ki, bu da gələcəkdə bizə imkan verəcəkdir ki, dişi fərdlərin azalmasının önünü kəsək və eyni zamanda heyvanların erkən dövründə kəsilməsinin qarşısını alaq ki, bu da dediyim kimi həmin sahənin inkişafını gətirib çıxardacaq. Cərimələr bəs nəzərdə tutulurmu gələcəkdə bununla bağlı? Buna baxıla bilərmi? Mən düşünürəm ki, gələcəkdə bu məsələ formalaşanda biz onda bu məsələlərə baxacağıq. Azərbaycan bazarlarına bir neçə xarici ölkədən də ət idxal olunur. Bu qida təhlükəsizliyi baxımından hansı risklər yarada bilirmi? Azərbaycana dünyanın bir sıra ölkələrindən həm diri heyvanlar, həm də ki, ət məhsulları idxal olunur. Braziliyadan, Rusiya Federasiyasından, Monqolistandan, Gürcüstandan və sair bir sıra ölkələrdən idxal olunur və həmin məhsulların hamısı risk əsaslı nəzarət mexanizminə əsasən birinci ixracatçı ölkələrdən ixrac olunarkən bunlar yalnız xəstəlikdən azad olunmuş zonalardan tədarik olunmuş heyvanların ətindən idxalına icazə verdi. Bu beynəlxalq bir sistemdir. Azərbaycan da həmin sistemin bir hissəsi olduğuna görə yalnız dediyim şərtlər daxilində olan idxalına icazə verdi. Eyni zamanda ət və ət məhsulları yüksək riskli məhsullar olduğuna görə onlar idxal zamanı bütün partiyaları ekspertizaya cəlb olunur və yalnız bundan sonra ölkəyə idxalına icazə verilir. Ət məhsulları digər məhsullar kimi dövlət nəzarəti həyata keçirilir. Həmin məhsullar üzərində qida təhlükəsizliyi baxımından hər hansı bir risk törədə bilməz. Hər bir istehlakçı həm də qida nəzarətçisi olmalıdır. Bizim ən çox çağırış eləmək istədiyimiz məsələ ondan ibarətdir ki, Azərbaycanda əhali qida təhlükəsizliyi sahəsində ictimai nəzarəti gücləndirməlidir. Quşçuluq müəssisələrində istehsal tələblərə cavab verirmi və bir də broiler toyuqların yetişdirilməsində hormonlardan istifadə olunur deyə bir iddialar var. Bunlara münasibətiniz necədir? Quşçuluq məhsullarımızı dünyanın bir sıra ölkələrində ixrac eləyə bilirik. Eyni zamanda bildiyiniz kimi ərzaqlıq yumurtanın ixracını da həyata keçirdirik və ötən dövr ərzində biz 100 milyondan yuxarı ərzaqlıq yumurtanın dünyanın müxtəlif ölkələrində ixracını etmişik və bu günlərdə də Çin Xalq Respublikasında bizim müvafiq orqanları ilə razılaşma əldə etmişik ki, Azərbaycanın quşçuluq məhsullarının Çin Xalq Respublikasına da ixracını
həyata keçiriləcək. Yəni, bir sıra hallarda kütləvi informasiya vasitələrində belə bir fikir formalaşdırmağa çalışırlar ki, Azərbaycanın quşçuluq sənayesində yetişdirilən quşçuluq məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərində problemlər var. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu belə deyil. İlk öncə bildirmək istəyirəm ki, həmin müəssisələr üzərində dövlət nəzarəti həyata keçirilir. İkinci ən vacib məqam ondan ibarətdir ki, orada qida təhlükəsizliyi qanunundan irəli gələn yem təhlükəsizliyi üzərində də dövlət nəzarəti olur. Bayaq bildirdiyiniz hormonlarla yanaşı, bildiyiniz kimi quşların qidasında və onların suyunda antibiotiklərin tətbiqi ilə əlaqədar məsələlər də gündəmə gəlir dövrü olaraq və bu baxımdan da bizim bayaqları ortalığa çıxardığımız vahid sağlamlıq konseptinin əsas hissəsi ondan ibarətdir ki, demək, yem təhlükəsizliyi əgər təmin olunarsa, bu deməkdir ki, quş ətinin və yumurtanın da təhlükəsizliyi təmin olunur və hal-hazırda da Azərbaycandakı bütün o quşçuluq təsərrüfatlarının hamısında dövlət nəzarəti bizim tərəfimizdən həyata keçirilir. Statistikaya görə bugünə qədər 100-ə yaxın quşçuluq müəssisəsində 163 dövlət nəzarəti həyata keçirilir və 85 halda bizdə müxtəlif normativ texniki hüquqi aktların müəyyən tələblərinin pozulması müəyyənləşdirilir. Amma 300-dən yuxarı hallarda biz ekspertizalar həyata keçirmişik və qətiyyətlə demək istəyirəm ki, orada istər quş ətində, istərsə də yumurtada nə antibiotik, nə də hormonların aşkarlanması faktı öz əksini tapmayıb. Bəzi qida məhsullarında, məsələn, kolbasa, sosiska məmulatlarında, yaxud da uşaq qidalarında tərkiblə üzərində yazılan məlumatlar arasında uyğunsuzluq aşkarlandığı olur. Yalnız kolbasa məmulatlarına və uşaq qidalarına aid olan bir məsələ deyil. Ekspertizalar zamanı biz adını çəkdiyiniz məhsullar da daxil olmaqla bir sıra məhsullarda biz məhsulun demək, etiket məlumatları ilə məhsulun özünün göstəricilərinin arasında uyğunsuzluqlar aşkarlayırıq. Bu da təbii ki, istehlakçıların hüquqlarının pozulması deməkdir və bu hallarda biz həmin məhsullara qarşı müvafiq tədbirlər görürük. Bu ithal zamanı da olur və yerli istehsal olunan məhsullar arasında da rast gəlinir. 2568 kiloqram qardaş Türkiyədən ixrac olunan uşaq qidaları, 2400 kiloqram Gürcüstan Respublikasından ixraca cəhd olunan uşaq qidası və 4435 kiloqramda İsveçrədən ixrac olunan uşaq qidaları tərkibində toksinlər aşkar olunduğuna görə bizim tərəfimizdən ixracatçı ölkəyə geri qaytarılır. Kolbasa məhsulları ilə əlaqədar nəzərinizə çatdırmaq istəyirəm ki, bizim tərəfimizdən 65 kolbasa və sosis emal edən müəssisələrdə ötən dövrün ərzində 230-dan çox yoxlama həyata keçirilib və bu 60 halda qida təhlükəsizliyi sahəsində müxtəlif pozğunluqlar aşkar edilibdir ki, bu da 46 müəssisədən götürülən 78 nümunədə insan qidası üçün yararsız göstəricilər, eyni zamanda da qida dəyərləri arasında uyğunsuzluqlar olub və əsasən də orada biz 10 halda at DNT-sini aşkarlamışıq ki, və həmin müəssisələr haqqında da qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir həyata keçirilir. Qoşqay müəllim, ərzaq bazarlarında açıq şəkildə və zəhərlənmə riski yüksək məhsulların satışı həyata keçirilir ki, bunlara turşu, süd məhsulları, ət məhsullarını misal göstərmək olar və bunlara nəzarət mexanizmi necə həyata keçirilir? Ərzaq bazarlarında hal-hazırda vəziyyət ürəkaçan deyil. Sual çıxa bilər ki, onda biz nəyə görə orada dövlət nəzarət tədbirlərini həyata keçirmirik? Heyvan bazarlarının üzərində artıq biz nəzarət sistemini həyata keçirdik. 28 heyvan bazarı var idi. Biz həmin bazarların keçən il hamısının fəaliyyətini durdurduq. Çünki bazarların heç biri standartlara uyğun deyildi. Heç bir baytarlı sanitariya norma və qaydaları
əməl edilmirdi orada. Ona görə də tərəfimizdən belə bir qərar qəbul olundu ki, bütün heyvan bazarlarının fəaliyyəti dayandırıldı və onların hamısının fəaliyyəti standartlara uyğunlaşdırılandan sonra 14 heyvan bazarının fəaliyyətinə yenidən icazə verildi. Digərləri isə artıq o həmin müasir tələblərə əməl edə bilmədiyi üçün bir hissəsi hələ də yenidən qurma işlərini həyata keçirdir. Digər hissəsi isə ümumiyyətlə gələcəkdə həmin yerlərdə fəaliyyətini davam eləmək məqsədə uyğun deyil. Burada mən icazənizlə bir haşiyəyə çıxıb şəxsi fikrimi də əlavə eləmək istəyirəm məsələyə. Bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, ümumiyyətlə gələcəkdə identifikasiya işləri tamamlanıb bitəndən sonra, bizim ikinci dövlət proqramımız bitəndən sonra artıq heyvan bazarları fiziki heyvan bazarları formasından heyvan satılan birjalar formasına keçirilməlidir. Əgər mənə sorsaz ki, bu fəaliyyət dövrünün ərzində ən negativ halları harda aşkarlamısınız, mən deyərəm ki, ərzaq bazarlarında. Və təəssüf ki, həmin negativ hallar indi də davam etməkdədir. Biz bu işlərin mərhələli şəkildə tətbiq olunmasının tərəfdarı olduğumuz üçün burada inzibati tədbirlərə çox kəskin şəkildə getməmiş. Amma buna baxmayaraq 84 ərzaq bazarında bizim tərəfimizdən yoxlamalar həyata keçirilir. Bunların 17 ərzaq bazarında mövcud nöqsanlar tamamilə aradan qaldırılıb və qanunvericiliyin tələblərinə uyğun sağlamlaşdırma işləri aparılıb. 8 bazarda nöqsanlar qismən aradan qaldırılıb. Digər 59 bazarda isə nöqsanların aradan qaldırılması istiqamətində hal-hazırda həmən işlər aparılır. Biz də buradan fürsətdən istifadə edib eyni bazarların sahibkarlarına və rəhbərliklərinə müraciət edib bildirdik ki, bunları tezliklə nöqsanları aradan qaldırmalıdırlar. Əks təqdirdə heyvan bazarlarında olduğu kimi eyni ilə biz həmin müəssisələrdə dövlət nəzarətini həyata keçirdəcəyik və müəssisələrdə sağlamlaşdırma işlərinə nail olacaq. Məktəb və uşaq bağçalarında qida zəhərlənmələrinin qarşısının alınması üçün hansı tədbirlər həyata keçirilir? Dövrü olaraq monitorinqlər həyata keçirilir. Demək, Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə bir yerdə bizim həm əməkdaşlarla, ekspertlərlə, həm ümumi təhsil məktəblərdə, həm də ki, məktəbəqədər təhsil müəssisələrində müvafiq maarifləndirmə işləri həyata keçirilir. Orada keyfiyyətə nəzarət üzrə menecerlər bizim tərəfimizdən təyin olunub və onlara qida təhlükəsizliyi ilə əlaqədar təlimatlar verilir. Mən təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, özəl uşaq bağçalarında biz yoxlama həyata keçirilərkən məlum oldu ki, vəziyyət bir o qədər də ürək açan deyil. Belə ki, biz 100-dən yuxarı özəl uşaq bağçasında dövlət nəzarətini həyata keçirdik və 80%-dən yuxarı, daha dəqiq desək, 107 uşaq müəssisəsindən 88-də çox ciddi nöqsanlar aşkar elədik və bu nöqsanların arasında vaxtı keçmiş ərzaq məhsullarının istifadəsi kimi, ərzaq məhsullarının saxlanma rejiminə düzgün əməl olunmaması kimi, saxtalaşdırma hallarının olması kimi, bitki mənşəli yağların kərə yağı adı altında özəl uşaq bağçalarında uşaqlara istehlakına verildiyi kimi, eyni zamanda sanitar gigiyenik və sanitar texniki vəziyyətlərdə də nöqsanlar aşkar edilir. Qoşqa müəllim, marketlərdə satılan bəzi məhsullarda vaxtaşırı etiketlərdə saxtalaşdırmaların şahidi oluruq. Buna qarşı AQTA necə nəzarət mexanizmi həyata keçirir? Ümumiyyətlə, dünyada ən çox saxtalaşdırılan məhsullar alkoqolli içkilərdir. Azərbaycanda da alkoqolli içkilərin saxtalaşdırılması ön sıradadır. Balın saxtalaşdırılma halları çoxdur. Saxtakarlıq hallarından biri də kənd toyuğu adı altında müxtəlif toyuqların rənginin dəyişdirilərək toksik bir rəngləyicidən istifadə eləyib, həmin məhsulların görkəmini dəyişdirərək əhaliyə satılmasından cəhdin önü alınıb və həmin məhsulların hamısı tərəfimizdən ekspertiza olunaraq məhv edilir. Kürünün saxtalaşdırılması hallarına
biz çox tez-tez rast gəlirik. Bizim restoranlarda və şadlıq saraylarında onlar istehlakçıları aldadaraq, demək, təbii kürü adı altında həmin süni kürüləri istehlaka verir ki, bunun da təhlükəsizlik baxımından insan sağlamlığına zərəri yoxdur. İstehlakçıların hüquqlarının demək, pozulması baxımından çox ciddi nöqsan olduğuna görə həmin hallara qarşı da müvafiq tədbirlər görülür. Bazarlarda kərə yağı adı ilə satışa çıxarılan bəzi məhsulların tərkibində bitki yağları da aşkarlanır. Ümumiyyətlə maraqlıdır. Palma yağı, saxta kərə yağı ilə hansı tədbirlər həyata keçirilir? Birinci nəzərinizə çatdırıram ki, ölkəyə ixal olunan bütün qida məhsulları kimi yağların da üzərində xüsusi dövlət nəzarəti həyata keçirilir. Çünki onlar yüksək riskli məhsullar olduğu üçün bunların bütün partiyaları yoxlamalara cəlb olunur. Tərəfimizdən nöqsanlar aşkar olunanda bunlara qarşı müvafiq tədbirlər həyata keçirilir. Mən palma yağının üzərində dayanmaq istəyirəm. Birinci palma yağı ilə əlaqədar bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, palma yağı ilə bağlı ictimaiyyətdə həddindən artıq çirkli bir məlumat var. İnsanlarda belə bir təəssürat var ki, palma yağı digər yağlara nisbətən çox təhlükəli bir yağdır. Əslində bu belə deyil. Palma yağı da digər bitki yağları kimi insan qidası üçün yararlı bir yağdır. Dünyada istehsal olunan qənnadı məhsullarının 35%-də palma yağları istifadə olunur. Nə üçün? Həmin palma yağları təbiətən qatı yağ olduğuna görə onun əlavə emal proseslərindən keçmədiyi üçün o daha ucuz başa gəlir və buna görə də bazardan digər yağları sıxışdırıb çıxardır və buna görə də qarğıdalı və günəbaxan istehsal eləyən bir sıra həm iri müəssisələr, həm bir sıra ölkələrdə bu sahə ilə məşğul olan mütəxəssislər palma yağı ilə əlaqədar bizə çirkli məlumatlar veriblər kütləvi informasiya vasitələrində, amma əslində palma yağında da digər bitki mənşəli yağlardakı kimi bir sıra çirkləndiricilərin göstəricilərinə baxılmalıdır və eyni zamanda trans yağlarla bağlı. 4 şirkətdən 31-i olmaqla 73 nümunə ekspertizaya cəlb olunub və 16 dənə məhsulda uyğunsuzluq aşkarlanmışdı. 6390 kiloqramı bizim tərəfimizdən məhv edildi və 62440 kiloqramı isə utilizasiya verildi. İnsan qidası üçün yararsız hesab edildi. Amma sahibkara icazə verildi ki, onu sabun istehsalında tətbiq eləyə bilsinlər. Və ticarət şəbəkələrindən də 73 halda kərə yağının ekspertizasının həyata keçirilib. Bunun 6-sının tərkibində istifadəsinə icazə verilməyən həmən yağ turşuları aşkarlanıbdır. Bununla da bağlı qanunda nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirilir. 17 emal müəssisəsində və daxil olmuş şikayətlərə bağlı 45 ticarət obyektində yoxlamalar keçirilib. Yoxlamalar nəticəsində 43 nümunədən götürülərək təhlükəsizliyinə və tərkib göstəricilərinə görə ekspertizalara cəlb olunub. Uyğunsuzluq aşkar olunduğuna görə tərəfimizdən lazımi tədbirlər həyata keçirilib. Restoran və ya yaşayış obyektlərində mənşəyi məlum olmayan ət məhsulları ilə mübarizə üçün hansı addımlar atır agentlik? Bu məsələ bizim bundan öncəki müraciət elədiyimiz identifikasiya məsələsinin davamıdır. Bilavasitə identifikasiya ona görə tətbiq olunmalıdır ki, həm ticarət şəbəkələrində, həm də ki, ictimai yaşayış müəssisələrində ətin üzərində nəzarət həyata keçirmək mümkün olsun ki, keyfiyyətsiz, yararsız ətlər bu və ya başqa formada gəlib ticarət şəbəkələrinə və ya ictimai yaşayış müəssisələrinə çıxmasın. 7500-ə yaxın bizim restoranlarda, kafelərdə, ümumiyyətlə ictimai yaşayış müəssisələrində yoxlamalar olubdur. Burada 626 halda baytarlı sanitariya ekspertizasından keçməyən və mənşəyi məlum olmayan ətlərin, o cümlədən də at ətinin aşkarlanması meydana çıxıb. Bu dövrün ərzində də 500 kiloqrama qədər həmin ictimai yaşayış müəssisələrində yararsız ətlər demək kənarlaşdırılır. Burada müxtəlif mənşəli biz
məhsulların mənşəyini aşkar eləyə bilirik. Eyni zamanda da GMO qalıqlarının və sair elementlərin ekspertizasını təyin eləmək mümkündür. Qoşqar müəllim, heyvan xəstəliklərinə qarşı peyvəndləmə və baytarlıq nəzarəti necə həyata keçirilir? Heyvan xəstəlikləri ilə bağlı öncə nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycanda xüsusi təhlükəli xəstəliklərin ştamlarının kolleksiyası yaradılıb və bu səlahiyyət Qida Təhlükəsizliyi Agentliyinə verilib. Hal-hazırda bizim Qida Təhlükəsizliyi İnstitutunda müxtəlif demək hüceyrə kulturaları və patoloji materiallar saxlanılır. Bunlar Azərbaycanın bioloji ehtiyatıdır. 10 illər sonra hər hansı bir vaksinin və baytarlıq preparatının yaradılması zamanı istifadə oluna bilər və yaxud da hər hansı bir xəstəliyin alovlanması baş verərsə, həmin xəstəliyin həm mənşəyinin təyin olunması ilə əlaqədar, həm də həmin xəstəliyə qarşı hər hansı tədbirin həyata keçirilməsi ilə bağlı bu bioloji ehtiyatın çox böyük əhəmiyyəti var. Təqribən 4000-in üzərində hal-hazırda Azərbaycanın bioloji ehtiyatı var bu ştamlarla bağlı ki, gələcəkdə də biz həmin məhsullardan müxtəlif baytarlıq preparatlarının və vaksinlərin istehsalında istifadə eləyəcək. Demək, işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında dabaq xəstəliyindən azad zonaların yaradılmasıdır ki, bu da inşallah ki, biz buna nail olsaq, bu bizə imkan verəcəkdir ki, həmin zonalardakı demək, qeydiyyatda olan təsərrüfatlardan dabaq əleyhinə vaksinasiya etdikdən sonra həmin təsərrüfatların məhsullarını dünyanın istənilən ölkəsinə demək, ixrac eləyə bilək. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirəm ki, biz Azərbaycanda ilk dəfə olaraq bu ilin sonuna qədər Azərbaycan birinci vaksinin istehsalına başlayacaq. Mən icazə özlə həmin vaksin nümunələrinin qablaşdırılmasını sizə göstərim. Bunlar quduzluq əleyhinə tətbiq olunacaq vaksinlərdir. Bunlar Azərbaycan istehsalıdır. Bizim Quba rayonunda Qida Təhlükəsizliyi İnstitutunun istehsal müəssisəsini qurmuşuq. Gələn ildən etibarən artıq Azərbaycan özü quduzluq əleyhinə vəhşi heyvanların arasında, ondan sonra isə ət yeyən heyvanların hamısının arasında biz aldadıcı yemlərlə vaksinasiyanı öz məhsullarımızdan aparacağıq və bu məhsullar dünyanın bütün beynəlxalq standartlarına cavab verdiyinə görə digər ölkələrə də ixracı nəzərdə tutulur. Bu da heyvanlar arasında quduzluq xəstəliyinin önünün alınmasına çox böyük bir töhfə verəcək. Qoşqar müəllim, qida təhlükəsizliyi ilə bağlı hansı çatışmazlıqlar var? Birinci bizim çatışmamazlıq kimi qeyd eləmək istəyirəm kadr potensialının məsələsi. Və fürsətdən istifadə eləyib mən gənclərimizə də səslənmək istəyirəm ki, qida təhlükəsizliyi ölkədə çox vacib sahələrdən biri olmaqla yanaşı, həm də çox maraqlı sahə. Mən gənclərimizə müraciət eləyirəm ki, bu sahə çox perspektivli bir sahədir və çox vacib bir sahədir və gənclərimiz ixtisas seçimində bu məsələyə diqqət eləsinlər. Çünki hal-hazırda əziyyət çəkdiyimiz sahələrdən biri də elə kadr çatışmamazlığının olmasıdır. İkinci bizim ən vacib çatışmayan cəhətimiz qida məhsullarının izlənmə sisteminin olmamağı. Bunun da izlənilməsi üçün vacib məqam identifikasiya sistemidir ki, o tətbiq olunandan sonra biz artıq bu sistemin tamamilə mükəmməl oturulmasına nail ola biləcəyik. Üçüncü vacib məqam ictimai nəzarətin zəif olmasıdır. Qoşqar bəy, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq mötəbər tədbirlər zamanı qida təhlükəsizliyi məsələləri necə tənzimlənir? Mən həmin tədbirlərin siyasını sadalamaq istəmirəm. Yəni hamıya məlumdur ki, Azərbaycanda çox böyük beynəlxalq tədbirlər həyata keçirilir. Bu ildə, ötən illərdə həmin tədbirlər kütləvi şəkildə bizim xarici qonaqların ölkəmizə gəlməyi ilə özünü müşahidə elətdirib, göstərib və bütün digər hallarda olduğu kimi bu tədbirlər zamanında qida təhlükəsizliyinə nəzarət mexanizmi işə düşür.
Bu zaman qonaqlarımızın yerləşdiyi otellərdə, eyni zamanda həmin tədbirlər zamanı kütləvi şəkildə 10 minlərlə insanın qidalanması halları olur və bizim bütün iş rejimimiz tamamilə həmin dövrdə dəyişdirilir və kütləvi nəzarət sistemi həyata keçirilir. Həm stasionar, həm demək səyyari laboratoriyalarımız bütün qonaqlar qalan otellərdə, ictimai yaşam müəssisələrində və tədbir məkanlarında ekspertizalar həyata keçirdirlər. Nümunələr götürülür, ekspertizalar cavabları kafi olduğu halda yalnız istehlaka icazə verilir. Eyni zamanda bütün tədbir boyunca da bizim ekspertlərin iştirakı ilə nəzarət mexanizmi həyata keçirilir. Cənab sədr, enerji içkiləri, bioloji qida əlavələri və idman qidalarıyla bağlı, vəziyyətlə bağlı fikirlərinizi almaq istəyərdik. Bizim gənclər bu enerji içkilərindən istifadə edirlər və mən qida təhlükəsizliyi sahəsindəki bir mütəxəssis kimi bizim övladlarımıza müraciət edib bildirmək istəyirəm ki, əgər gündəlik istifadə edirlərsə də istifadəni çox minimuma endirmək lazımdır. Enerji içkiləri ilə bağlı indi yeni norma və qaydalar hazırlanır. Apardığımız monitorinqlər zamanı aşkarladığımız əsas məqamlar ondan ibarətdir ki, bir sıra enerji içkisi olmayan məhsulların enerji içkisi olmadığı halda həmin məhsulların enerji içkisi kimi istehlak edirlər və bununla əlaqədar da həm biz, həm də müvafiq dövlət orqanları lazımi tədbirlər həyata keçirilir. Bioloji aktiv qida məhsulları ilə əlaqədar xüsusi məqama toxunmaq istəyirəm ki, bioloji aktiv qida məhsulları dərman vasitəsi deyildir. Bioloji aktiv qida məhsullarını dərman vasitəsi kimi hər hansı bir reseptdə bizim tibb işçiləri tərəfindən yazılması ciddi bir qanun pozuntusudur. Bizim həmvətənlərimizə müraciət edib bildirirəm ki, əgər hər hansı belə bir faktlar rastlaşarlarsa, mütləq şəkildə onlar bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər. Bioloji aktiv qida məhsulları eyni zamanda da qidanı əvəz etmir. Onlar adından göründüyü kimi sadəcə qidaya əlavələr kimi istifadə oluna bilər. Nəzərinizə çatdırmaq istəyirəm ki, Respublikaya ixal olunan bioloji aktiv qida məhsulları üzərində dövlət nəzarəti həyata keçirilərkən bir sıra xüsusi təhlükəli maddələrin həmin bioloji aktiv qida məhsullarının tərkibində aşkarlanıbdır. Çox hallarda biz bioloji aktiv qida məhsullarının üzərindəki göstəricilərlə ixal zamanı tərkibindəki ingrediyentlərin uyğun olmadığını aşkarlayırıq. Belə ki, onların üzərində müxtəlif vitaminlərin, mineralların miqdarı göstərilsə də, ekspertizalar zamanı həmin məhsulların göstəricilərində çox ciddi kənara çıxmalar qeydə alınır ki, bu da tərəfimizdən aşkarlanır, həmin məhsullar ya geri qaytarılır və yaxud da ki, müvafiq qərar çıxarılaraq məhsullar məhv edilir. Bioloji aktiv qida məhsulları ilə əlaqədar xüsusi məqam ondan ibarətdir ki, bu qida təhlükəsizliyi haqqında qanunda öz əksini tapdı və həmin məhsullar artıq qeydiyyat olunmadan Azərbaycan Respublikasına ixalı qadağandır. Bundan öncə öz ölkələrində dövriyyədə olmayan məhsulların da Azərbaycan Respublikasına ixracı mümkün idi. İndi qüvvəyə minmiş yeni qaydalara əsasən yalnız və yalnız o bioloji aktiv qida məhsulları qeydiyyata alınır ki, onlar öz ölkələrində dövriyyədə olmuş olsun. İdman qidaları ilə əlaqədar xüsusi qeyd eləmək istəyirəm ki, hal-hazırda bir sıra idman zallarında qeydiyyatdan keçməyən və əsasən şəxsi istehlak məqsədi ilə ixal edilib, sonradan isə bunun kütləvi satışa verilməsi halları bizim tərəfimizdən aşkarlanmışdı. Müvafiq qurumlara da biz bununla əlaqədar müraciət etdik və onlar da öz dəstəyini göstərdikdən sonra həmin faktların qarşısı alındı. Amma idman qidalarından və xüsusilə də qeydiyyatdan keçməyən idman qidalarından yanlış istifadə eləmək sağlamlığa çox ciddi zərər göstərə bilər. Qeydiyyatdan keçməyən təhlükəsizlik və keyfiyyət göstəricilərinə görə dövlət nəzarət orqanlarının
dövriyyə və satış iznini almayan məhsulların istehlakından uzaq dursunlar. Bu onların sağlamlığına çox ciddi təhdid yaradır. Qoşqar bəy, Aktan fəaliyyəti dövründə özünüzün ən çox razı qaldığınız istiqamətlər barədə də danışmağınızı istərdik, maraqlı olardı. Mən düşünürəm ki, əsasən ictimaiyyət bizim fəaliyyətimizə qiymət verməlidir. Biz istəyərdik ki, əsasən ictimaiyyətin buna rəyi olsun. Bizim özümüzü qiymətləndirməyimiz məncə yanlış olar. Amma fəaliyyətimizin dövründə əsas məqamları mən vurğulamaq istəyərdim ki, hansı məqamları daha çox önə çəkmək olar. Bunlardan bəlkə də ən birincisi və ən vacibi bizim təhsil müəssisələrində qida normalarının qüvvəyə minməsi ilə əlaqədardır və eyni zamanda sosial müəssisələrdə qida normalarının və qaydalarının tətbiq edilməsidir. Hər iki norma və qayda haqqında bildirmək istəyirəm ki, burada həm beynəlxalq ekspertlərin rəyi alınmaqla, eyni zamanda bütün müasir, çağdaş dünyamızda olan ən aparıcı qida təhlükəsizliyi sistemlərinin bu sanitar gigiyenik norma və qaydalarını nəzərə alaraq, eyni zamanda da elmi araşdırmalara görə təqribən 5 il ərzində həmin norma və qaydalar işlənilib hazırlandı. Bu işdə bizim digər dövlət orqanları da bizə yaxından kömək elədi və nəticədə adını çəkdiyimiz norma və qaydalar qüvvəyə minibdir ki, bu da həm məktəbə qədər uşaq müəssisələrində, təhsil müəssisələrində, eyni zamanda sosial yönümlü müəssisələrimizdə uşaqların qidalanmasında çox böyük əhəmiyyət kəsb eləyir. Belə ki, orada qida rasionlarında baş verən dəyişikliklər böyüməkdə olan nəslin inkişafında, onun fiziki və idraki formalaşmasında çox önəmli əhəmiyyət kəsb eləyən norma və qaydalardır. Və bu ildən etibarən artıq həmin qaydalar qüvvəyə minib və həmin qida rasionuna əsasən artıq adını çəkdiyim müəssisələrdə qidalanmalar həyata keçirilir. Nəzərinizə çatdırmaq istəyirəm ki, BMT-nin müvafiq komissiyası Azərbaycanda tətbiq olunan qida təhlükəsizliyi sisteminin qiymətləndirilməsini həyata keçirdi. Burada 25 istiqamətdə qiymətləndirilmə aparılır və tətbiq olunan qida təhlükəsizliyi sistemində hər hansı bir qüsur aşkarlanmıyor. Bizim qida təhlükəsizliyi sisteminin təcrübələrinin bir sıra ölkələrdə tətbiqi ilə əlaqədar tövsiyələr verilir və bu tövsiyələrdən də bizim üçün qardaş ölkə olan Özbəkistan Respublikası da bizə müraciət etmişdi Xarici İşlər Nazirliyi vasitəsilə. Özbəkistanda da Cənab Prezidentin Azərbaycanda həyata keçirtdiyi bu qida təhlükəsizliyi sahəsindəki islahatın eynisinin həyata keçirilməsi istəyi bildirildi və hökumətin tapşırığı ilə bizim ekspertlərin iştirakı ilə həm Azərbaycanda, həm də sonra böyük bir işçi qrupu Özbəkistana səfər edildi və qida təhlükəsizliyi modeli eyni ilə Özbəkistanda da Milli Qida Təhlükəsizliyi Komitəsi adı altında vahid qida zəncirinin bütün mərhələlərinə nəzarət eləyən yeni bir komitə yaradıldı və artıq bu günlərdə həmin komitə də öz fəaliyyətini başlayacaq. Təşəkkür edirik Qoşqar müəllim. Bizə vaxt ayırdınız, bir-birinə maraqlı detallara vardıq, onları cavablandırdınız. Dəyərli həmkarım, sizə təşəkkür edirəm. Hörmətli tamaşaçılarımız, bugün bizim qonağımız Qida Təhlükəsizliyi Agentliyinin sədri cənab Qoşqar Təhməzli idi və biz qida sahəsindəki ən son yeniliklər, çatışmazlıqlar və əldə olunan nailiyyətlərdən danışdıq. Növbəti cavabdeh buraxılışlarında görüşmək ümidi ilə özünüzə yaxşı baxın.